Yaqublu'nun yokluğu heç neyi değiştirmeyecek. Tevfik Yaqublu'nun varlığı çok şeyi değiştirecek. Dört divarlar arasında Tevfik Yaqublu azadlığı Nazim Hikmət kimi düşünməlidir. Yəqin ki, Nazimin "Ben içeri düştüğümden beri" şiirini bilirsiniz. Nelson Mandela 25 yıl hapiste oldu. Sonra ne oldu? Prezident oldu. Tevfik Yaqublu yaşamalıdır. Öz idealları uğrunda ölməkdən çox yaşamalı ve mübarizəni devam ettirməlidir. Bu görüntü aleminde Tevfik'in varlığı fiziki olarak bize çok şey verebilir. Aclıq aksiyası durmalıdır, dayanmalıdır. Tibet'te ve bazı qədim mədəniyyətlərdə ölüm aclığı fiziki varlıktan imtina etmək üçün tutulurdu. Tevfik Yaqublu fiziki olan, madde olan bizden imtina edir. Azadlıqdan, demokratiyadan imtina edir. Mübarizəmizdən imtina edir. Tevfik Yaqublu'nun varlığı azadlıq heykəlidir. Bu heykel indi qoyulmasa da illər sonra mütləq Bakının mərkəzində qoyulacaq. Əziz Tevfik, yaşamaq lazımdır. Sənin ölümün heçliyə, yoxluğa, bir də Qarabağ döyüşlərində canından bir parça qoyduğun torpağa xeyir verəcək. Cəmiyyətə, topluma heç nə qazandırmayacaq. Demokratiyaya, bu xalqın azadlığına heç nə verməyəcək. Əlində div kimi media gücü olan bu hakimiyyət danışanları da susturacaq. Əlində kisə-kisə altınları olan bu hakimiyyət sənin kimilərini satın ala bilməsə də bugün sənin ölüm aclığına çəpik çalanları satın alacaq. Əlində dəyənəyi, zopası olan hakimiyyət meydanlarda yumruq sıxanların yumruğunu əzəcək. Bu da keçəcək. Tevfik, bu zillət də bitəcək. Belə zillətlər ya zəlzələdən ya da vəlvələdən bitir. Tevfik, bu xalq bir gün dağ olacaq, dalğa olacaq, sel olacaq, tufan olacaq. Bu haqsızlığı məhv edəcək. Səbirli ol Tevfik, möhkəm ol. Özünü öldürmə Tevfik. Yaşa Azərbaycan Tevfik, yaşa, yaşa, çox yaşa ey şanlı Azərbaycan. Rəsulzadə kimi səbirli ol, Rəsulzadə kimi dözümlü ol, ölmə Tevfik, özünü öldürmə Tevfik, yaşa. İkinci müraciət isə elə cəmiyyətə xitabdır və etiraf edim bu müraciət yaxından tanıdığım Tevfik bəyi daha yaxından tanımağa vadar edən bir bilgi kimi məni həm də kövrətdi. Bu müraciət isə ədəbiyyatçı xanım Könül Nuriyevə məxsusdur. Onu da olduğu kimi yazdığı kimi sizə çatdırıram. Həyatımın ən çətin dövrləri idi. Anam xərsəng xəstəliyindən əziyyət çəkirdi. Neçə dəfə qan vurdursaq da xeyri olmurdu. Bir müddət sonra yenə qan azlığı yaranırdı. May ayının 28-i rayona getdim. Gördüm ki, anamın rəngi ağappaq olub. Həmin gün mütləq qan vurulmalıydı. Rayonda neçə yerə müraciət etdik, alınmadı. Allah tərəfi kənd cəmaatından əvvəl bu işdə bizə kömək edən, qan verən çox insan olmuşdu. Bu dəfə nəsə adam tapmadıq. Məcbur qalıb sosial şəbəkə hesabında bu barədə paylaşım etdim. Çox insan yazdı, amma bu şəkildə Könül xanım, heyf Bakıda olsaydı məmnuniyyətlə qan verərdik. Sizin ananız bizim anamızdır. Düzdür, mən onların səmimiyyətinə bütün qəlbimlə inanırdım. Həmişə məni ədəbiyyat səbəbindən sevən insanlara inanmışam. Amma bir adam yazdı, indi 28 may tədbirindəyəm. Siz ev ünvanınızı, məhəllənizin adını yazın. Tədbir bitən kimi rayona yola düşüb qan verəcəm. Sözlər qəti və mərd şəkildə yazılmışdı. Deyim ki, adamı şəxsən tanıyırdım, yox tanımırdım. Adam sadəcə paylaşılan postu görmüşdü. O postun sahibi onun üçün maraqlı değildi. Bu adam Tevfik Yaqublu'ydu. Üstündən uzun müddət keçib, amma bəzi insanlar sənin ürəyində insanlıq abidəsi qoyur və sən onun mərdliyinə, kişiliyinə, insanlığına, mərhəmətinə heç bir halda şübhə etmirsən. Mühüm değildi ki, həmin gün qana ehtiyacı olan mənim anam idi. Bu adam üçün mühüm olan kömək etmək, fiziki və mənəvi dəstək olmaq, yardıma gəlmək, çoxdan unudulan keçmiş, əsl kişilərə məxsus olan alicənablıq idi. Yəni o hansımızın yaxınını darda görsəydi, kömək edərdi.
İndi heç rəvadırmı belə bir insan aclıqdan əzab içində həyatına son qoysun? Sadəcə sözlər susur və vicdan danışır. Vicdan. Və əlavə edim ki, bu rejim Azərbaycanı belə insanlardan məhrum etməyə çalışır. Bunun fərqinə varmağınızı xahiş edirəm.